Elə bir ərik piroqu hazırladım ki, dadına baxan bir daha unutmayacaq. Gəlin birlikdə hazırlayaq. 3 xörək qaşığı un, 20 qram kərə yağı. Qarışdırıb umac edirik. 3 yumurta, 1 stəkan yarım şəkər. Mikserlə ağaran qədər qarışdırılır. YouTube'da Şirniyyat Dünyası seçilmiş reseptlərlə xüsusi dadların məkanı. Sən də abunə ol, YouTube kanalımızı izləməyi unutma. 1 çimdik duz, 100 ml bitki yağı, 1 stəkan süt, ərzaqların miqdarını videonun alt hissəsində qeyd edəcəm. 1 paket kabartma tozu, 2 stəkan un, karıştırırıq. Videoda göstərdiyim qatlıqda olmalıdır. Bişirəcəyimiz qabı yağlayırıq. Hazırladığımız xəmiri əlavə edirik qabımıza. İkiyə böldüyümüz ərikləri əlavə edirik xəmirimizin üzərinə. Hazırladığımız umacı əlavə edirik üzərinə. Əvvəlcədən isitdiyimiz 180 dərəcəlik sobada 30-35 dəqiqə bişiririk. Və möhtəşəm ərikli piroqumuz hazırdır. Hazırlayan hər kəsə nuş olsun. İzlədiyiniz üçün təşəkkürlər.